Gəlin UFC-dəki Azərbaycan döyüşçülərimizin vəziyyətinə qısaca nəzər salaq. Məsələ ondadır ki, son məğlubiyyətlər 3 döyüşçümüzü Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayevi demək olar ki, küncə sıxışdırıb. Karyeraları həqiqətən də kritik bir nöqtədədir. Birincisi Rafael Fiziyev. Onun elit statusu, bilirsiniz, artıq sual altındadır. Mauricio Ruffiye'yi uduzması son 5 döyüşündə 4-cü məğlubiyyət oldu. Amma əsas problem təkcə zədələr deyil. Görünür rəqiblər onun zəif yerini tapıblar. Güləşi. Əgər bu tərəfini gücləndirməsə, zirvəyə iddia edənlər üçün sadəcə bir tramplin rolunu oynaya bilər. İkincisi, Nazim Sadıxov. Onun qarşısında isə tamamilə fərqli bir sınaq var. Fariz Ziyamaya məğlubiyyəti göstərdi ki, problem sadəcə qələbə qazanmaq deyil, həm də döyüşü idarə etməkdir. Yəni o, partlayıcı başlasa da enerjisini bütün raundlara paylaya bilmir. O sübut etməlidir ki, təkcə sprinter deyil, həm də marafonçudur. Və nəhayət Tofiq Musayev. Baxın, 36 yaşında UFC-də məğlubiyyətlə başlayanda uyğunlaşmağa sadəcə vaxtın qalmır. Ondan dərhal nəticə gözlənilir. Samuel Sanchezə qarşı növbəti döyüşü onun üçün sözün əsl mənasında ya qal, ya get deməkdir. Çünki Liga 0-2 rekordu ilə başlayan yaşlı döyüşçü ilə adətən ikinci şans vermir. Beləliklə, bu 3 döyüşçü üçün növbəti döyüş sadəcə bir qələbə yox, onların liqadakı taleyini həll edəcək bir imtahandır.